Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən Filadelfiya Uşaq Xəstəxanası və Pensilvaniya Universitetinin alimləri nadir və həyati təhlükə yaradan genetik xəstəlikdən əziyyət çəkən KJ adlı körpəyə fərdiləşdirilmiş gen terapiyası təqdim edib. Bu, dünyada ilk dəfə olaraq bir körpəyə xüsusi olaraq hazırlanmış CRISPR adlı gen terapiyasının tətbiqi ilə bağlı tarixi nailiyyətdir. Xəstəlik milyonda bir uşaqda rast gəlinir və adətən qaraciyər nəqli əməliyyatı tələb edirdi. Lakin bu müasir gen redaktə texnologiyası əsasında qurulan müdaxilə nəticəsində əməliyyata ehtiyac qalmayıb və körpənin genlərindəki səhvi düzəltmək olub. Dərman xüsusi lipid nanopartikulları ilə qaraciyərə çatdırılıb. Körpəyə 3 doza verilib və bu dozalar genetik problemi birbaşa qaraciyərdə düzəldib. Nəticədə körpənin vəziyyəti yaxşılaşıb, artıq daha az dərman qəbul edir, bədən çəkisi artıb və ən əsası qaraciyər transplantasiyasına ehtiyac qalmayıb.